Hardware sətri Sezar üsulu ilə özündən K mövqeyi sağda yerləşən hərflə şifrələnərək bu sətri yaranır. Bu sətir ikinci dəfə şifrələnərkən K ədədindən 3 vahid fərqli olan N ədədindən istifadə olunur. Şifrələnmənin ən son nəticəsini müəyyən edin. Baxaq, deməli, əvvəlcə biz K ədədini tapmalıyıq. K ədədini necə taparıq? Deməli, hardware sözü var. H sözü O'ya keçib, H hərfi O'ya keçib, A hərfi H hərfinə keçib. Buna uyğun tapaq. Məsələn, H-dan O'ya gəlmək üçün neçə addım getmək lazımdır? H-dan O'ya gəlmək üçün 1, 2, 3, 4, 5, 6 və 7. Deməli, K açarının qiymətini şeyə bərabərdir 7-yə. Bir dəfə də yoxlayaq bunu, A üzərindən yoxlayaq. 1, 2, 3, 4, 5, 6, 7. Həqiqətən də 7 addım gedirik ki, biz həmin o şifrələnməni alaq. Deməli, K-nın qiyməti oldu 7. Deyək ki, bu sətir ikinci dəfə şifrələnərkən, yəni ki, baxın, bu sətri bir daha şifrələyirik. İkinci dəfə şifrələyərkən K ədədindən 3 vahid fərqli olan N ədədindən istifadə olundu. K-dan 3 vahid fərqli olan N ədədi hansıdır? Ya 4 olacaq, ya da 10 olacaq. Biz əvvəlcə 4 üzərindən götürək. Yəni ki, N-i 4 kimi götürək və həmin o sətri şifrələyək. Deməli, O, H, Y, K, D, H, Y, L. Sətr üzrə baxaq. İndi, deməli 4 addım sağa gedərək şifrələyirəm. Çünki nəyə görə? N açarım artıq neçədir? 4-ə bərabərdir. İndi O-dan 4 addım sağa gedəndə P, G, R, S. S-ni tapıram. H-dan 4 addım sağa getsək 1, 2, 3, 4. L-i tapıram. Y-dən 4 addım getsək 1, 2, 3, C-ni tapıram. K-dan da 4 addım getdikdə 10'u tapıram. Daha sonra D-dən 4 addım getdikdə 1, 2, 3, 4 H tapıram. H-dan getdikdə L-i tapacam yenə. Y-dən C-ni tapacam. L-dən baxdıqda 1, 2, 3, 4 P-ni tapacam. Deməli, bizim alacağımız şifrə bu formada olmalıdır. Variantlarda varmı? Bəli, var. A variantı bizim aldığımız cavaba uyğundur. İndi, deməli, bizdə N açarımız 4'dür. Amma bir halda var idi 10. Məsələn, biz 4'dən hesabladıqda, tapmadıqda nəyə getməliydik? Artıq 10 üzrə baxmalıydıq. Gəlin də 10 üzrə də baxaq, dəqiqləşdirmiş olaq. O, H, Y, K, D, H, Y, L. Burada da 10 üzrə baxsaq. Məsələn, O-dan 10 addım getsək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Y gəlirik. Y. Daha sonra H-dan 10 addım getsək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. R hərfini tapıram. Y-dən 10 addım getsək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. I-ni tapıram. Daha sonra K üzərindən getsək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. U hərfini tapıram. Daha sonra D üzərindən getsək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Ya 11 ya 10. Elə 10 lazım idi bizə. N hərfini tapıram. H-dan getsə yenə H-dan getdə L-i tapacam. Y-dən getdə yenə I-ni tapacam. Çünki əvvəldə zaten tapmışam. L-dən baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. V-ni tapıram. Bu formada baxdıqda bizə buna uyğun cavab varmı? Yoxdur. Ən uyğun cavab bu idi ki, orada da bizim fərqliklərimiz yarandı. Bir, P-nin yerinə N yazdıq. Elə bir dənə o fərqimiz odur. P-nin yerinə N yazmışıq. Bu qədər. Deməli, bizim uyğun cavabımız 4 açarına görədir ki, orada cavabı A variantı tapdıq.